Baban adı nə olsa yaxşıdır. Məməş. Hələ bununla məsələ bitmir. Nənənin adı nə olsa yaxşıdır. Gilə. İstəyirsiniz, nəyə istəyirsiniz, and için. Bu da bizim sevimli aktrisamız Dilarə xanım. Mən birbaşa Dilarə deyirəm. Çünki bu videoya qədər mən xanım da deyərdim, hörmətlə də yanaşardım. Nə də ki təhqir eləmə fikrim yoxdur, sadəcə fikrimi deyirəm. Və sən deyib müraciət edirəm, siz yox. Ay Dilarə, təsəvvür elə ki hansısa bir insan oturub evdə telefona baxır, TikToka baxır və yaxud da digər sosial şəbəkəyə baxır, ailəsi ilə, uşaqları ilə, az yaşlı uşaqları ilə, qız evladı ilə oturur, atadır, baxır və yaxud da anadır, baxır. Ay Dilarə, görüm nə maraqlı bir şey var. Aktrisa kimi hörmətlə yanaşır da indiyənə qədər. Mənim fikrimcə indən belə sənə hörmətlə yanaşan olmayacaq. Yəni normal insanlardan söhbət gedir. Yəni baxır, riskdə sən çıxdın qabağına bu hərəkətinlə, bu ifadələrlə heç ana öz qızı ilə bu ifadələri işlətmir şəxsi söhbətlərində. Yəni sən bu hərəkətlə bir qeyrətli oğlan kimi sən mənim gözümdən düşdün və sən mənim düşmanımsan. Bugünkü gündən sən mənim düşmanımsan. Nə səni efirdə görmək istəmirəm, nə cəmiyyətdə görmək istəmirəm. Fərq eləmir sən və səni kimilər. Hansı ki dilinə, danışığına, rəftarına, cəmaatın, millətin yəni qarşısında fikir verməyən, diqqət eləməyən, ağzına gələni danışan hər bir kəs mənim düşmanımdır. İstər geyiminlə, istər o xalq artistləri bəziləri lütlənib çıxırlar efirlərə. Yəni onlar belə mənim gözümün düşmanıdır. Çünki bu xalq qeyrətli xalqdır. Bu xalq zulmla uşaq böyüdür. Əziyyətlə qız uşağı böyüdür. Oğlan uşağı böyüdür. Fərq eləmir. Evlatlar, qız, oğlan əziyyətlə böyüdürlər. Səni kimlərinə görə onların tərbiyəsini pozmaq, yəni məcburiyyətində deyirlər. Başa düşdünsən, ay Dilarə. Yəni mən buradan müraciət edirəm. Bu dəfə Rabitə və Texnologiya Nazirliyinə müraciət edirəm. Sizdən xahiş edirəm dönə-dönə. Bir dənə sayt açın, bir sayt açın. O saytın da adını qoyun zibil qutusu. Azərbaycanda, istər TikTokda, istər show biznesdə, istər harda, fərq eləmir. Kim nə etmək istəyir, ağzına gələni danışmaq istəyir, lütlənmək istəyir, nə qələt qarışdırmaq istəyir, geçsin o sayta. O saytın da adını zibil qutusu qoyun dediyim kimi. Orada 20 yaşdan aşağı qoymayın, qadağa qoyun. Yəni qeydiyyata düşsün. Yəni bunun başqa çarəsi yoxdur. Bu TikTokdur, Instagramdır, bütün sosial şəbəkələrə məcburuq giririk. Böyükdən kiçiyə məcburdur hamı girsin. Biri uşaqlar girir dərsliyi hazırlamaq üçün və yaxud da nəsə çıxır Dilarə kimisi ağzına gələni danışır və bununla da uşağın tərbiyəsi pozulur. Mədəniyyət Nazirliyinə müraciət eləmirəm. Çünki dəfələrlə videolarımda müraciət eləmişəm. Mədəniyyət Nazirliyi mən belə görürəm ki, belə bir vəziyyətdən kayf alır. Kayf alır, zövq alır. Belə bir vəziyyətdən ki, xalqı pozsun. Deyir bir xalqı yıxmaq üçün onun birinci qeyrətinə toxunmaq lazımdır. Bax buna görə də o Mədəniyyət Nazirliyinin mən deyərdim ki, elə məqsədi bu milləti pozmaqdır. İstər show biznesdə, istər digər biznesdə, hər bir şeydə bu video görüntü olan, yəni belə bir şeylərə göz yumursa, Mədəniyyət Nazirliyi müdaxilə eləmirsə, aktyorlarına, aktrisalarına, bəzilərinə müdaxilə eləmirsə, buna göz yumursa, demək ki, ondan zövq alır. Mən belə düşünürəm. Ona görə də çarəsiz qalıb, xalqının müdafiəsinə qalxan bir müstəqil ölkənin vətəndaşı kimi mən müraciət edirəm Rabitə və Texnologiya Nazirliyinə. Dediyim kimi sayt açsın, belə insanlar, belə şuurda, millətin düşmanları, mən belə deyərdim, olan insanlar geçsin orada nə hoqqa verir, versin də. Kimə də xoşdur, geçsin qeydiyyatdan keçsin, yəni yetkinlik yaşdan yuxarı, kim istəyir, geçsin qeydiyyatdan keçsin, baxsın, nə qədər istəyir, baxsın, alqışlasın. Hələ bu konsertdə gülənlərə bax, ailəvi gedənlərə bax, arvad uşağı yanında. Allah hamd olsun elə sizi kimilərdir, bax bu Dilarəni bu cürə danışdıran, Dilarə kimisini, o birlərini bu cürə danışdıran sizi kimilərdə alqışlayırlar. Nə olsun ki Dilarədir, nə olsun ki sevimli aktrisamız idi, mənim fikrimcə. Demək bu hər şey danışmalıdır və siz də alqışlamalısınız, gülməlisiniz. Valla sizin ruhunuz yox, belə əqidəniz korlanıb. Əqidəsi olan insanlar bu cürə şeylərə gülməz, bu cürə məsələlərə etirazını bildirər. Ən azından mən kişiliyimlə deyirəm. Mən ora getmiş olsaydım, kişiliyimlə mən o konsertdən çıxardım, eşitmək istəməzdim onu. Çünki bəlkə təhlikdə hardasa qəbul eləyərdim, ancaq ətrafımda Azərbaycan qadınları, Azərbaycanlılar olan bir yerdə mən onu qəbul eləmərəm ki, onlar eşitsin. Amma Dilarə hamıya qəbul elətdirdi ki, yəni bunu eşitdik. Allah xalqımızı qorusun, qeyrətlilərimizi qorusun. İstər show biznesində, istər
nə bilim hər yerdə harda qeyrətlilər var, onları qorusun. Qeyrətsizlərlə də bizim işimiz yoxdur. Onlara xoşdur belə şeylər. Ona görə getsinlər, öz həyatlarını yaşasınlar. Mən bu ölkənin milliyyətinə böyük dəyər verirəm. Ona görə də onun qeyrəti mənim qeyrətimdir. Allah xalqımızı qorusun, dövlətimizi qorusun. İnşallah ki, səsimi eşidərsə, yəni müəyyən bir qurumlar bu haqda tədbir görərlər. Var olasın Azərbaycan xalqı.